Əgər usta danışmaq mənim üçün bir dövlət məmuru qarşısında bir şərəfdir. Mən 6 ay bundan qabaq bu gördüyünüz yerdə iclasda oldum. Kamran müəllim qəbulda eyni qəbuldaydı. Həmin qəbulda yəni şəhid ailələrinin, qazilərin, yəni müşkül məsələləri hansı ki, burada bizim bu önlərimizin bir şəkili var idi. Orada hansı o şəkil ki, göstərmək istəyirəm ki, dəfələrlə sizin bu paylaşdığınız. Burada bizim bu önlərimizin sözü var idi. Həmin bu sözdəki, orada yazılmış ki, bu önlərimiz səfərlərin birində genişlik, qaçqınmalı, köçkün, şəhid ailələrine, müharibə əlillərinə diqqət və qayğı göstərilməlidir. Və şəhər arxitekturasını həpər gəlməmək şərtində o şəkil niyə buradan söküldü mən gəlmək sonra? Mən sizdən xahiş edirəm və onu sökənin də ki, bugün möhtərəm prezidentə, Cənab Ali Başkomandanına mən müraciətimi bildirmək istəyirəm ki, Gəncə şəhərində, hansı ki bizim ulu önlərimizin adımla, vəsiyyətinlə böyüyən gənclər var ki, bu günlərdə siz özü yaxşı bilirsiniz ki, Gəncə şəhər icra hakimiyyəti Batısının qəbulunda olanda sizin vasitənizlə, şəhər icra hakimiyyəti vasitəsilə mən könüllü olaraq Azərbaycan Respublikasının hərbi sıralarına daxil olmağı bir daha da Cənab Prezidentə, Müzəffər Prezidentə bilirsinizmi bunu yəni? Və bunu sökən hansı erməni qanı daşıyandır ki, bunu da səhifənizdə paylaşırsınız 2023-cü ildə. Buyur. O paylaşmaq mənim. Yox, bildiğin bu şəkili burada niyə kim sökür? Çünki bu söz bizim ulu önlərimizi Heydər Əliyevin sözüdür ki. Kim dedi? Buyur. Mənim şəhər icra hakimiyyəti quruluşudur. Bəli. Otaqların tərtibatından mən məsul deyim. Bundan kim məşğul olur, sizdən xahiş edirəm. İnzibati binanın İnzibati binanın mənim çəkilişim çəkil, mən var çəkilişlə gələcəm. Heç zaman qırmıram, bu dövlətin əmlakı bizim boynumuzun borcudur və burada əyləşən şəhid ailələri var, qazilər var, hansı ki bu günləri bizim ulu önlərimizin, bizim mənəvi və maddi dəstək olan bu sözünü həmin bu portretdən söktülər, bizim Müzəffər Ali Başkomandanın şəklini buldular. Niyə ki bura gələn insanlar bu şəkildən məhrum olmalı? Bu sözlər, bu bizə ilham bizə verir bu söz. Bəli. Mənim məcbur olan, mən məcbur oldum, sizin yaxınlaş, gəlmək olmazsa yaxınlaş, bu Gəncə şəhər icra hakimiyyətinin 2023-cü ildə çəkilən həmin budur. Niyə? Biz gedirik qadana. Bizim məqsədimiz bu günləri Müzəffər Ali Başkomandanın siyasətini davam edən, uzunla Heydər Əliyevin o ilhamlı sözlərini zəhmət olmasa qaytarıb yerinə qoya bilərsiniz. Sözün müqəddəri inşallah bütün sosial şəbəkələrdə Cənab Ali Başkomandan möhtərəm prezidentimizə ünvanlayır ki, bu günləri Gəncəni satıb talayıb sevir.